Bugünkü mövzumuz vaginal infeksiyalar haqqındadır. Bura daha çox cinsi yolla yoluxulan infeksiyalar aid edilir. Bir çox ciddiliklər uşaq planlamadan öncə rutin müayinələrdən keçirlər və bu müayinələrdə ultrasəs müayinəsi ilə yanaşı, hormonal müayinələrlə yanaşı vaginal infeksiyalarda müayinəsi təyin edilmiş olur. Əgər pasiyent müayinə zamanı vaginal axıntının olmasına, axıntının qoxusunun, rənginin sarımtıl, yaşımtıl, boz rəngdə olmasını vurğulayırsa, mütləq şəkildə bu pasiyentə vaginal infeksiyaları müayinəsi gərəkir. Bütün bunlarla yanaşı, əgər vulva ətrafında kandilomalar, ətxalları, papilomalar, suluqlar, bu kimi hallar olursa da, o zaman pasiyentlərə virus müayinələri təyin olunur. Əgər xanımda hər hansı bir infeksiya pozitivdirsə, aşkarlanıbsa, mütləq şəkildə hər iki partnyorun müayinəsi gərəkə bilir. Çünki bizim təyin etdiyimiz müayinədən sonra pasiyentə uyğun olan müalicə təyin edilir. Müalicə dönəmində mütləq şəkildə cinsi pəhrizə riayət olunmalıdır və hər iki partnyorun aşkarlanmış, pozitiv olan infeksiyadan müayinəsi gərəkir. Qarşı tərəfində müayinəsi mütləqdir, çünki biz müalicə etdikdən sonra övlad planlamağa başladıkları zaman hər iki partnyor bir-birini yoluxdura bilər. Və bu halların qarşısını almaq üçün hər iki partnyorun eyni anda müalicə olmaları tövsiyə edilir. Əziz gənclər, əgər hamiləlik planlayırsınızsa, mütləq şəkildə müalicə olmalarınız tövsiyə edilir. Unutmayın ki, bəzi infeksiyalar uşaqlıq yolunun boynunu zədələyə bilir. Uşaqlıq boynu ən təhlükəli xəstəlik olan uşaqlıq boynunun xərçənginin yaranmağına səbəb ola bilər. Bundan əlavə olaraq da bəzi infeksiyalar vardır ki, boruların bağlanmağına səbəb olur. Bu da öz növbəsində sonsuzluğa səbəb olur. Bu kimi hallarla qarşılaşmayasınız deyə zamanında müalicə olmalarınız tövsiyə edilir. Sonsuzluğun əsas səbəblərindən biri də cinsi yoldan yoluxulan infeksiyalardır. Bizimlə hər zaman sağlamlığınızın qeydinə qalın.